Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Elimin ürək sözündə ən gözəl anlara müjdə. Milli dalğada efirdə güneş olur gəl səhərim. Bizimle 105 FM'da Bir daha dinləyiciləri salamlayaq. Hər vaxtınız xeyir olsun dostlar. Gəlsərin verilişini dinləyirsiniz Azərbaycan Radiosunda 105 FM dalğasında və qeyd edeyim ki, həm də YouTube platformasından bizi izləyə bilərsiniz. YouTube'da siz Azərbaycan Radiosu Plus səhifəsinə axtarış edirsiniz, abunə olursunuz. Ondan sonra əgər istəsəz həm də bizi görə bilərsiniz. YouTube rejissorumuz Fərid Məmmədovdur. Qızqayıt Camalova bizim deməli rejissorumuzdur və Sədaqət Rabqızı da hazırda studiyadadır. Deyim ki, bugün hava yaxşı olacaq. Birinci saatda da məlumat vermişdik, amma bu elə bir məlumatdır ki, bunu məncə demək lazımdır hər saatda. Bugün paytaxtda və Azərbaycanın rayonlarında ən yüksək göstərici 36 dərəcə temperatur olacaq. Bu barədə məlumat var, amma bir axtarış etmişdim. Ümumiyyətlə iyun ayının nə vaxt Azərbaycanda ən yüksək göstərici olub? 1996-cı ildə iyun ayının 17-si qeydə alınıb və bu da Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Ən yüksək göstərici olub 40 dərəcə Selsi. Bilmirəm nə dərəcədə doğrudur yoxsa yox, çünki biz 40 dərəcə Selsidən də yüksək temperaturu görmüşük. Bəzən 44. Fərid də deyir ki, 44 dərəcə Selsi. Günəş altında da, bu yəqin kölgədə yox. Belə əziz dostlar, hər vaxtınız bir daha xeyir olsun və biz davam edirik. İndi keçid alacağıq mahnıya. şehir bir möcüzə 105 FM dalğası Məlhəmdir könlümüzə
dalğası. Biraz da sizə Azərbaycanın turizm potensialının genişlənməsindən danışım. Bakı ilə Şımkent arasında birgə turizm paketlərinin və yaxud da marşrutlarının yaradılması planlaşdırılır. Bu barədə şəhərin Turizm, Xarici Əlaqələr və Yaradıcı Sənayilər İdarəsinin rəhbəri Beksultan Adilxanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə bu məqsədlə Bakı-Şımkent-Bakı birbaşa aviareysi açılır və bu reys ölkələrimiz, şəhərlərimiz arasında əlaqələrə əlavə təkan verəcək və bugün biz bu istiqamətdə fəaliyyət göstərən bütün turizm operatorlarına, agentliklərini bir araya toplamışıq və artıq müvafiq memorandum, müqavilələr də imzalanıb, sənədlər çərçivəsində birgə turizm marşrutları hazırlanacaq. O əlavə edib ki, yeni aviareys ölkələr arasındakı turist axınına da çox müsbət təsir göstərəcək. Çünki turistlər hər hansı bir istiqaməti seçərkən ilk növbədə şəhərlər arasında birbaşa hava əlaqəsinin olub-olmamasına baxırlar və şübhəsiz ki, turistlər üçün bu çox böyük rahatlıq yaradacaq. Mən indi istəyirəm sizə Şımkent haqqında danışım. Bu Qazaxıstanın 3-cü ən böyük şəhəridir və vurğulayım ki, həm də Çimkent belə də deyilir. Bu şəhərə Türkistan vilayətinin inzibati mərkəzidir. Əhalisinə görə isə Qazaxıstanın 3-cü şəhəridir. Ölkənin ən iri sənaye, ticarət və mədəni mərkəzlərindən biri hesab olunur və etimologiyasına gəlincə isə Çimkent şəhərinin adı iki hissədən ibarətdir. Çim, yəni otlağın üst qatı deməkdir və kənd də isə bildiyimiz kimi yaşayış məntəqəsidir. O ki qaldı tarixinə qısaca olaraq vurğuluyum. Müasir Çimkent ərazisində məskənlər artıq deməli 11-ci, 12-ci əsrlərdən mövcuddur və bununla belə mütəxəssislərin özünün də yanaşması var. Onlar deyir ki, biz əgər 5-ci, 6-cı əsrlərdə tapılan o arxeoloji qazıntılara baxsaq, onların əsasında deyə bilərik ki, onun daha erkən yaranması ehtimalı var. Çünki ilk dəfə Çimkent barədə Şərafəddin Əli Yəzdi Teymurun hərbi uğurlarını təsvir edən özünün zəfərnaməsində də qeyd edib. Bugün ayın üçüdür de gülümden ay aynan inay. Bugün ayın üçüdür de gülümden ay aynan inay. Girme bostan içidir yar, girme bostan içidir. Girme bostan içidir yar, girme bostan içidir. Dodakların bal şeker, dodakların bal şeker. Ey, ey, ey. Dilip adam içidir yar, dilip adam içidir. Dilip adam eşidir yar, dilip adam eşidir. Kız belin incedir ay ince, leblerin gönçedir ay gönçe. Kız belin incedir ince, leblerin gönçedir gönçe. Kız belin incedir ince, leblerin gönçedir gönçe. Dam üstedir damımız de gülümden ay aynan inay. Dam üstedir damımız de gülümden ay aynan inay. Koşadır eyvanımız yar, koşadır eyvanımız. Koşadır eyvanımız yar, koşadır eyvanımız. Sen oradan çık ben buradan, sen oradan çık ben buradan. Ey, ey, ey. Kör olsun düşmanımız yar, kör olsun düşmanımız. Kör olsun düşmanımız yar, kör olsun düşmanımız. Kız belin incedir ay ince, leblerin gönçedir ay gönçe. Ay kız belin incedir ince, leblerin gönçedir gönçe. 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 Hey! Reklamlar. Mənzil almağa pulun yetmirsə, hissə al. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Ulduz 1544-ə zəng et.
Hər ay fərqli banklara kredit ödəmək səni yorursa, bir bankın əlverişli təklifindən yararlanmağa tələs. Digər banklardakı kreditlərini bizə gətir və bir bank kreditini 6%-ədək endirimlə əldə et. Bir bankla kreditini tək mərkəzdən daha rahat idarə et və üstəlik endirimdən faydalan. Kampaniya iyunun 30-una dək davam edəcək. Bir bank Azərbaycan Respublikasının Mərkəzi Bankının 14 may 2025-ci il tarixli 244 nömrəli bank lisensiyası əsasında fəaliyyət göstərən Kapital Bankın əmtəə nişanıdır. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Gəl səhərim davam edir. Başım bir de bu eşke düşmerem. Könlüme düştün diye indi özümle düşmenem. Aşıgim mestaneyem, sevda şarabın içmişem. Şehir uyanır, sesler karışır, hayat canlanır. Dallanı tut, ritmi hisseler, seherin sesi. Bizimle. Başım bir de bu eşke düşmerem. Könlüme düştün diye indi özümle düşmenem. Aşıgim mestaneyem, sevda şarabın içmişem. Sen gidenden eynime teklik libasın biçmişem. Darıxma hissi geldi sözün şirin yerinde. Özümle karşılaştım şehirlerin dilini de. Düşünmeden gelerdim, darıxmışam deseydin. Günün ayın olardım eğer sen isteseydin. Yumşalan kalbim sana karşı taş olmur belki mi? Hislerim pervaz edir mesum güvercinler kimi. Bazen her şey boş gelir, bazen darıxma hoş gelir. Dincliği aktarmaktayam, yorgun gözümden yaş gelir. Darıxma hissi geldi sözün şirin yerinde. Özümle karşılaştım şehirlerin dilini de. Düşünmeden gelerdim, darıxmışam deseydin. Günün ayın olardım eğer sen isteseydin. Ağlım erden kaç deyir, kalbim biraz da sevdi. Tek özüm yok hisseder, insan biraz da sevdi. Bir zaman her gün yaşardık möhteşem eşk akşamı. İndi yoksan ruhumu, evvelki tek eşk okşamı. Darıxma hissi geldi sözün şirin yerinde. Özümle karşılaştım şehirlerin dilini de. Düşünmeden gelerdim, darıxmışam deseydin. Günün ayın olardım eğer sen isteseydin. Senin sensin Azerbaycan Radyosu. Azərbaycanda daha bir neçə avtobus marşrutlarının istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib. Bu barədə Ayna məlumat verib və məlumata görə Ayna tərəfindən sərnişin daşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq 214 və 214A nömrəli şəhər ətrafı, eləcə də Bakı Siyəzən, Bakı Ağcabədi, Bakı Mingəçevir, Gəncə Gədəbəy, Gədəbəy Gəncə, Bərdə Kəlbəcər və
Göyçay, Gəncə şəhərlər arası avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Cəmşid Naxçıvanski küçəsini Ramana qəsəbəsinin Şuşa şəhərciyi yaşayış massivi ilə əlaqələndirən 214 nömrəli və Ramana qəsəbəsinin Fərrux Qayıbov küçəsini Koroğlu nəqliyyatı mübadilə mərkəzi ilə əlaqələndirən 214A nömrəli şəhər ətrafı avtobus marşrutları üzrə hüquqi şəxs deməli Zöhrabdır, Məhərrəm Zöhrab və indi digərlərinin də adları var. Hər birini çəkməyəcəm təbii ki. Deməli qalib elan olunublar və müsabiqə avtomobil nəqliyyatı haqqında qanuna Nazirlər Kabinetinin 2009-cu 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən avtomobil nəqliyyatı ilə müntəzəm şəhər daxili şəhərlər arası, yəni rayonlar arası və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına uyğun şəkildə təşkil olunur. Dönsün, seni çok sevdiğimi Ay bütün dünya görsün. İnan senden uzakta geçmek bilmedi zaman. Sevgilim tez kavuşar, üzdü ayrılık yama. Kederim, hasretim görünce yok olacak. Sevincim yüzümden, gözümden sevgilim gelirem, çık yollarıma. Beni al kucakla, sar kollarına.
FM dalğası. Davam edək. Dünya nəşrləri nədən yazır və bu barədə istəyirəm məlumat verim, amma 3 xəbər deyəcəm. Üçü də elə Böyük Britaniya ilə əlaqədardır. Böyük Britaniyada tarixi tapıntı söhbət Chelmsford şəhərində New Hall məktəbinin ərazisində Tudor dövrünə aid tunellərin aşkar edilməsidir və bu tunellərin 8-ci Henrinin itirilmiş Bollier sarayı ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Tapıntı artıq arxeoloqların diqqətini cəlb eləyib, çünki bu İngiltərənin ən vacib 16-cı əsr kral iqamətgahlarından birinin tarixini daha dərindən öyrənməyə kömək edə bilər. Bundan başqa İngiltərədə antisanitar şəraitdə uşaqların təhsil aldığı qeyri-qanuni məktəblər aşkarlanıb və belə ki, minlərlə şagirdin qeyri-qanuni və antisanitar vəziyyətdə təhsil aldığı gizli məktəblər üzə çıxıb. Bu barədə də məlumat var və belə ki, bəzi şagirdlər təhlükəli şəraitdə ixtisassız müəllimlər tərəfindən tədris olunan məkanlarda saxlanılır və söhbət qeydiyyata alınmamış məktəblərdə təhsil alan minlərlə uşaqdan gedir və ekstremizm mərkəzləri kimi tanınır bu məktəblər və belə qələmə verilir. Bu yerlərdə şagirdlərə çox aşağı səviyyəli təhsil verilir. Hətta həmin uşaqların böyük bir qismi ingilis dilində düzgün oxumağı, yazmağı belə bacarmır. İngilis yazıçının məşhur əsərlərinin ilk nəşri hərracda fantastik qiymətdə satışa çıxarılacaq. Bu barədə də məlumat var. İyun ayının 30-da keçiriləcək hərracdır və söhbət İngilis yazıçısı Emily Bronte'nin Tufanlı Yoxuşlar romanının orijinal parça cilddə olan günümüzə kimi gəlib çatmış nadir ilk nəşrlərindən birinin hərraca çıxarılmasından gedir. Belə ki, hərrac evinin mütəxəssislərinin qiymətləndirmələrinə görə bu nadir nüsxə 400-600 min funt sterling, təxminən bu 540-800 min dollar dəyərində satıla bilər. Mən indi istəyirəm bu Emily Bronte'nin əsas o Tufanlı Yoxuşlar romanından da qısaca informasiya verim dinləyicilərimizə. Fərid yaxşı bilər, çünki filmləri yaxşı izləyir, filmlər onun həssas nöqtəsidir və Tufanlı Yoxuşlar filmini bilmirəm izləyib yoxsa yox. Əslində Tufanlı Yoxuşlar romanı əsasında film bir neçə dəfə ekranlaşdırılıb. Məsələn, 2026-cı ildə ekranlaşdırılan versiyası da var. Emerald Fennell tərəfindən lentə alınmışdı. Bu ən sonuncu versiyadır. Bundan əvvəl ən birinci versiya 1939-cu ildə William Wyler'in rejissorluğu əsasında çəkilmişdi. Klassik filmdir. Amma ən çox bəyənilən 1992-ci ildə ekranlaşdırılan deməli ekran əsəridir. Söhbət Juliette Binoche və Ralph Fiennes'in baş rolları canlandırdığı filmdən gedir və ən dramatik tam versiyalardan biri hesab edilir. Mən elə 92-ci ildə ekranlaşdırılan filmə baxmışam, o versiyaya baxmışam. Heç bu xəbərdən, yəni bir xəbər idim. Yəni ən yaxşı versiyasına belə çıxır ki, baxmışam. Çox doğrudan da Tufanlı Yoxuşlar həm romanı, həm də film özü də çox maraqlıdır. Sadəcə olaraq məsləhət bilirəm ki, baxasınız.
Mən indi istəyirəm Müdafiə Nazirliyinin açıqlamasını deyim. Pirəkəşgüldə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək. İstismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla artıq dünəndən və sabah da daxil olmaqla həmin tarixlərdə Pirəkəşgül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək və partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırırıq və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq deyə Müdafiə Nazirliyi məlumatda bildirib. Yaddaşlarda bugün. Və əziz dinləyicilərimiz, təqvim rubrikasında biz Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovu xatırlayırıq. Azərbaycan hərbçisidir, Azərbaycan Silahlı Qüvvələrində xidmət etmiş gizirdir. 2010-cu ildə Azərbaycanın milli qəhrəmanı və Azərbaycanda ilin adamı adlarına layiq görülüb. Uşaq yaşlarından idmanın boks növü ilə məşğul olmuş Mübariz İbrahimov 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılır və Azərbaycan Daxili İşlər Nazirliyinə bağlı xüsusi təyinatlı qüvvələrdə xidmət edir. Mübariz İbrahimov 2 il sonra hərbi xidmətini bitirir. 2009-cu ildə isə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü xidmətə başlayır. Mübariz İbrahimov 2010-cu ilin 18 iyunundan 19-una keçən gecə məktub yazır və xidmət etdiyi bölmədə heç kimə xəbər vermədən Qarabağ təmas xəttinə doğru irəliləməyə başlayır. O Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına basqın edir və həlak olur. Baş tutan döyüş zamanı Mübariz İbrahimovun 4 erməni əskərinin öldürməsi bildirilir. Müxtəlif mənbələr var. Müxtəlif mənbələrə görə bu rəqəm hətta 45-dir. Döyüşdən sonra Mübariz İbrahimovun nəşi Ermənistan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərində qalır. Ermənistan tərəfi bunu uzun müddət təksib edir. Aylarla davam edən danışıqlardan sonra Mübariz İbrahimovun nəşi 6 noyabr 2010-cu ildə Azərbaycan tərəfinə təhvil verilir və 2-ci Fəxri Xiyabanda dəfn edilir. Allahdan qəni-qəni rəhmət diləyirik Mübariz İbrahimova və ümumiyyətlə bütün şəhidlərimizə. Yaşayacak şehitler. Uçardım kanadım olsaydı eğer, ben kadın olsam da əsgərəm əskər. Her zaman ben senin oduna yandım. Sen ilk ünvanım, sen ilk andım. Göğde yanan ulduzlar şehitlerdi şehitler.
Gəl səhərim davam edir. Davam edək. İndi istəyirəm sizə crowdfunding haqqında qanun layihəsindən danışım. Bu qanun layihəsi Milli Məclisin İqtisadi, Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub və layihə ölkədə səhim və borc əsaslı crowdfunding fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir. Sənəddə həmçinin crowdfunding platformalarının fəaliyyətidir, onların işinə dair tələblərdir, eləcə də dövlət tənzimləməsi və nəzarət mexanizmləri öz əksini tapıb. Qanunun əsas məqsədi startapların mikro, kiçik və orta sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışını asanlaşdırmaqdır. Onların biznes fəaliyyətinin genişlənməsinə dəstək verməkdir və bununla yanaşı layihədə maliyyələşdirmə prosesində iştirak edən investorların hüquqlarının qorunması da nəzərdə tutulur. Sənədə əsasən qanunun müddəaları dövlətin investisiya siyasətinin həyata keçirilməsi məqsədi ilə yaradılmış hüquqi şəxslərə və onların təsis etdiyi qurumlara şamil edilməyəcək. Bunu da deyim. Və eyni zamanda elə crowdfundingdən danışdıqsa, mən istəyirəm bu platforma haqqında da balaca bir məlumat verim. Nə deməkdir? Crowdfunding ideyalarınızı, bizneslərinizi və xeyriyyə layihələrinizi çoxsaylı insanların kiçik iyanələri və yaxud da investisiyaları ilə reallaşdırmağınız üçün istifadə edilən innovativ onlayn maliyyələşmə platformasıdır, üsuludur və necə işləmə bu layihə, siz deməli layihənizi xüsusi platformada qeydiyyatdan keçirməlisiniz, tələb olunan məbləği və müddəti göstərirsiniz. İnsanlar layihənizi bəyənərək könüllü şəkildə istədikləri məbləği bağışlayırlar və crowdfunding modelləri sırasında isə 4 müddəa var. Yəni əsaslıdır, mükafat əsaslıdır, borc əsaslıdır və səhim əsaslıdır. Beynəlxalq platformalarda da siz crowdfunding modellərindən istifadə edə bilərsiniz. Qəlbimə köçdün sənib duyduğum gündən gözlərimə görünürsən hər baxdığımızda. Mən sevgiyə heç vaxt inanmazdım, məni sən inandırdın sevgilim. Sən gəldin və dəyişdin özünlə hər şeyi. Səninlə mən özüm deyirəm bir başqa biri. Ömür boyu arzuları bəslədim, yalnız səni gözlədim sevgilim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar məni üşütmədi, nə sınaqlar, yalnızlıqlar gözəl görünmədi. Mən səni gözlədim, Yalnız səni gözlədim. Əllərinə ilk dəfə toxunanda anladım, o əlləri buraxmam bircə anda. anladım. Son nəfəsim olsa da tək səninəm dünyada sevgilim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar məni üşütmədi, nə sınaqlar, yalnızlıqlar gözəl görünmədi. Tək səni gözlədim, yalnız səni gözlədim. Nə gecələr, nə gündüzlər arzumdan dönmədim, nə yağışlar, nə tufanlar
Mənzil almağa pulun yetmirsə, hissə al. Kristaldan möhtəşəm təklif. Pulunu gözlədib dəyərdən salma. Onu yaşayış sahəsinə çevir. Nə kredit var, nə faiz, nə də aylıq öhdəlik. İstədiyin zaman al, istədiyin qədər ödə. Növbəti mərhələləri tamamlaya bilməsən, ödədiyin məbləği illik 12%-lə geri al. Elə indi ağıllı qərar və ağıllı investisiyaların tam zamanıdır. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et. Reklam yerləşdirmək üçün 050 299 86 39 nömrəsinə zəng edin. Sənət məbədi, söz yaddaşı, Azərbaycan radiosu, mənim radiom. Danışır Bakı. Dünyaya pəncərə, Azərbaycan radiosu. Bəlkə də kimlər üçünsə radio, televiziya lap çoxdan möcüzə sayılmaq çərçivəsindən çıxıb, elə adicə, gündəlik həyatın bir parçası kimi qavranılır. Ancaq mənim üçün radio 10 illər öncə, uşaqlıq, ilk gənclik çağlarımda necə idisə, elə həmin cür möcüzə olaraq qalır. Bütöv millətin səsi olan bir gücə necə möcüzə deməyəsən? Azərbaycan radiosu xalqımız üçün ən böyük sinif otağı, ən məhrəm dost, ən etibarlı müəllim, ən maraqlı kitab olub. Nəsil-nəsil insan bu möcüzədən bəhrələnib, biliklər alıb, zövq tərbiyəsi görüb, özünü və dünyanı tanımaq vərdişlərdə qazanıb. Radiomuz Azərbaycanın hər evində daim ən arzulanan qonaq olub və uşaqlığında, gəncliyində, ahıllığında necə sevimli idisə, bugün bir ağsaqqala çevriləndə də yenə həmin siqlətdədir. Azərbaycan radiosu millətin səsidir və arzumdur ki, bu millət səsi bundan sonraki illər və 10 illərdə də həmişə beləcə inamlı, gür səslənsin, həmişəki kimi ürəklərə yaxın olsun. Milli Məclisin sədr müavini Akademik Rafael Hüseynov. Geçen günlerim yada düşende bir susuram lal oluram, yüreğim haray çekir. Geçen günlerim yada düşende bir susuram lal oluram, yüreğim haray çekir. Bu sevda ne sevdadır, ah döne bilmirəm mən, niye seni sevmiştim, özümü de bilmirəm mən. Bu sevda ne sevdadır, ah döne bilmirəm mən, niye seni sevmiştim, özümü de bilmirəm mən. Bu sevda ne sevdadır, belə ot olub eşkin mənə. Bu sevda ne sevdadır, ah yandırır dönə dönə. Bu sevda ne sevdadır, belə ot olub eşkin mənə. Bu sevda ne sevdadır, ah yandırır dönə dönə. Gözünə həsrət, ayrılığın əlində o dolarmış məhəbbət. Qalıb indi günlərlə gözünə həsrət, ayrılığın əlində o dolarmış məhəbbət. Bu sevda nə sevdadır, şirini acıdadır, ürəyim nələr çəkir, bu nə sirri dünyadır. Bu sevda nə sevdadır, şirini acıdadır, ürəyim nələr çəkir, bu nə sirri dünyadır. Bu sevda nə sevdadır, belə ot olub eşkin mənə. Bu sevda nə sevdadır, ah yandırır dönə dönə. Bu sevda nə sevdadır, belə ot olub eşkin mənə. Bu sevda nə sevdadır, ah yandırır dönə dönə. Ah dönə bilmirəm mən, niyə səni sevmişdim, özümü də bilmirəm mən. Bu sevda nə sevdadır, ah dönə bilmirəm mən, niyə səni sevmişdim, özümü də bilmirəm mən.
eşqini mənə. Bu sevda nə sevdadır, ah yandırır dönə dönə. Bu sevda nə sevdadır, belə olub eşqini mənə. Bu sevda nə sevdadır, ah yandırır dönə dönə. Bu sevda nə sevdadır, belə olub eşqini mənə. Bu sevda nə sevdadır, ah yandırır dönə dönə. Bu sevda nə sevdadır, belə olub eşqini mənə. Bu sevda nə sevdadır, ah yandırır dönə dönə. Yurdumun məlhur səsi heyran edər herkesi. Qoy səninlə yayılsın səfərlərin müjdəsi. 105 FM Dalğası. İdman xəbərləri. Verilişimizin sonuna yaxınlaşırıq. Sonda iki idman xəbəri çatdırmaq istəyirəm dinləyicilərin diqqətinə. İyunun 20-21-də cüdo üzrə 14-17 yaşlı yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birincilikləri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasından məlumat verilib və Qax Olimpiya İdman kompleksində keçiriləcək yarışlarda ümumilikdə 184 cüdoçu mübarizə aparacaq. Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaqdır. Kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir və qeyd edim ki, deməli U17 kateqoriyası üzrə nəticələr eyni zamanda milli komandanın heyətinə seçim üçün vacib reytinq halları da qazandıracaq. Və əziz dinləyicilərimiz, bir xəbər də deyim sizə, söhbət Azərbaycanı Balkan çempionatında təmsil edəcək 7 atletimizdəndir. Belə ki, yenə də Balkan çempionatı 20-21 iyun tarixlərində keçiriləcək və atletlərimizdən 7-si Azərbaycanımızı təmsil edəcək. Bütün idmançılarımıza uğurlar arzu edək və bu minvalla da yekunlaşdıraq bugünkü verilişimizi. Studiyada Sədaqət Raufqızı, rejissorumuz Qızqay Camalova, YouTube üzərindən rejissorumuz isə Fərid Məmmədovdur. Geçmişim ayağıma dolaşıb mən uçuram bu yüklə birgə səmaya. İçmişəm həyatla dolu bir qədəh ki dünya bənzənsin bir saraya. Buludlar yardağım, ulduzlar qondağım, gedirəm kainatla yuxuya. Ancaq ruhumun əkizləri duyar, nəqarəti mənlə birgə oxuyar. Ah təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən xəyallarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Ah təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən durnalarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Dərk edirəm. Özümü tərk edib özümü dərk edirəm. Gəldişimin adımla dalaşır, mən qaçıram suallarımdan uzağa. Gəlmişəm savabla dolu bir sabah, günahım bir gecə ilə yüz ola. Günəşim yaradar gölgəmi, buludlar ona can verər və qoruyar. Yenə ruhumun əkizləri duyar, nəqarəti mənlə bir də oxuyar. Ah təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən xəyallarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm. Ah təyyarə mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Mən durnalarla köçmüşəm, dönə bilmirəm, dönə bilmirəm.
şarap. Kolay 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 seyahat. Kahve içer misiniz? Evet. Ah tayara mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Ah tayara mən uçmuşam, mənə bilmirəm, mənə bilmirəm. Özümü tərk edib özümü dərk edirəm. Özümü tərk edib özümü dərk edirəm.